بسم الله الرحمن الرحیم. حروفش کلمه اولا راستان شیوخ. این نمده نوبت اند. خب حرف اند رازه آیه حافظه او اç saldım bir sözüm olsun söz salın. Salmayın eç salın. Yok salacak söz. Yok. Eç salacaksınız ben diyen de salacaksınız. اندر خب o kelimattan neçə dənə mənası var? Hüdudən 10 dənə, 12 dənə mənası var. Hərfi əndir. Ən. Sabıqda meni B tozih vermişik. Ayrı bir əlanı da tozih vermiş. Neçə dənə bu cür hərflərdən tozih vermişik. Tərtiblə indi yetişmişik. Ənə. Ən yəni mənə. Ən məşhur mənası yəni əz. Əz. Xud əzin neçə dənə mənası var? Farsıda. Ənin neçə dənə mənası var? Gahdan türküdə də işlədik. Türküdə dəqiqən əzin yeniləməni işlədərik. Məsələn, dan. Oradan. Buradan. Dən. Evdən gəldim. Dən. Bazardan. Dan aldım. O ləhcədə bir təsir qoyar da. Evdən. Bazardan. Məsələn, bu üzük qızıldandır, gümüşdəndir. Qızıldən demərik, qızıldan deyirik, qızıldan. Amma gümüş olana deyik, gümüşdəndir, da gümüşdan demiyor. O qalıb hansı nəmənə raic olub da? Dən ya dan. Farsıda əz işlədik. Farsıda əzin bir dənə mənası yoxdur. Çox mənaları var. Onun müadili ərəbidə əndir. Ən yəni əz. Əz. Oradan. Buradan. Bu əz gahdan həqiqidir. Yəni ayrılmağa deyər. Əvvəl misal çevirmişəm. Həqiqətən əz mənasınadır. Səusafiru ən vətəni. Vətənimdən gedəcəm. Əz vətənəm müsafirət mikonəm. Əz. Yəni həqiqətən buradan çıxacaq. Amma bu əz gahdan mənası həqiqi deyil, məcazidir. Deyirlər ki, məsələn, elmi öyrəşin cəmaətin ağzından əz. Bu əzlə o əzin çox fərqi var. Zahirdə ikisi də əzdir. Burada vaqən ayrılmağa deyirik. Vəli burada vaqən ayrılmağa demir ki, kələmat cəmaətin ağzından ayrılıb qutulmaz. Elə onlar həmişə ağzındadır. Vəli bir nəfər vətənindən çıxıb gedə bilər. Hala, dəhəsət ikisi də be məni əzdir. Birini yazmışam həqiqi, birini yazmışam məcaz.
Vəli gahdan əni işlədərlər, mənası bədidir. Bəd. Misli bu ayə ki, Qurandadır. Suriyə İnşirahda var ki, lətərkəbunə ən təbəqin. Qələt adamlar cəhənnəmdə bu qruh gələcək, o birisi qruhlara yığışacaq onun üstünə. O da onlara bastırandan sonra o birisini bastıracaqlar. Elə məsələn, indi neçə təbəqə qəbirlər olur ha? Təbrizdə hələ 2 təbəqə var. Aşağıda bir nəfər bastırırlar. Sonra da bir təbəqə dovumda. 3 təbəqə. Ay təqizədə 3-ünü görübdür. Vadi Rəhmətdə 3. Mararanda 3 təbəqə. Sizin qəbir... Bəli. Yox, birini də özünüzə saxlayıbsınız da. Xeyr. 3 təbəqə. Deyir ki, validəni ki bastırmışıq, onun üstündən ağanı basır. Hansı əvvəl də basır? Validədir. Validəni bastırıblar, onun üstündən əzi, ruyu pedərra. Onun üstündə özünü Allah tulumlu versin, özünə saxlayıbdır. Yox. Cəhənnəmdə də müxtəlif mərahili var. Bir dənə bolduzu ilə, ahirətin bolduzu, qraderi sürüyüb tökəcək, bir rədif gedəcək üstündən, sonra bir ayrı təbəqə, sonra bir ayrı təbəqə. Vəli o qutulmayacaq ha ondan, aynı işlərdə var. Qələt adam. Mənzur budur ki, burada işlədib ən təbəqin, tıpkı o rivali qəbli, quruhu bədi də o rivali üstə quylanacaq, onu sonra. Xülasə ənin burada mənası bədidir. Onlar yatdılar, onlardan sonra soruya ən işlədi. Cahdan be mənay əladır. Əla yəni bər. Əlanın mənalarını oxumuşuq. Dəftərinizdə var neçədənə. Bu ayədə Qurandadır. Suriyə Həzrəti Muhamməddə ayə-i sidə buyurur ki, mən yəbxəl. Hər kəs bəxilli eləyə. Kur'an'ın pəxilliyi qeyr az bizim pəxilliyimizdir. O şeyə ki biz pəxillik deyirik, pı deyək də pəxillik. Bəxil də deyərlər. Onun mənası Quranda həsadətdir. Həsuddur. Bəxil yəni xəşləməyən. Bizim dilimiz, Qurandakı bəxil. Bizim dilimizdə bəxil, yəni həsuddur. Gözü o birisinin tərəqqisini görmür. Vəli Quranda bu cüydəyir. Mən yəbxəl, hər kəs xəşləməyə. Bir nəfər xəsisli eləyə, xəşləməyə. Fəinnəmə yəbxəlu ən nəfsihi. Ən nəfsihi, yəni əla nəfsihi, öz zərərinə qutulacaq. Bu ən, yəni zərər. Çünki əlanın da bir mənası nədir? Zərər. Yavaşca xəşləməni gizlətdim, fikirsən ki, nəfi və tamam olacaq. Hamı fikirli ki, nəfinə tamam olacaq, gizlədik də. Bəli, Quran deyir ki, sizin zərərinizə tamam olacaq. Özün bilərsən. Xob, pəs burada ən be mənay zərər oldu. Cahdan ən be mənay be illətdir. Be illətin ki, Peyğəmbərə buyururlar və ma nəhnu betariki alihətina. Biz bu məbudlarımızı tərk eləmərik ha. Ən qolikə, ən be illəti sənin sözlərin. Sən kimsən ki? Biz sənin sözünə baxaq, məbudlarımızı belliyək. Ən qolikə be illəti soxanı to. Yəni bizim tərk eləməyimiz bir məlul ola, illəti sənin sözlərin ola. Belənki bir şey olmaz.
Yuştu get. Cahdan da ənin mənası əvəzdir. Əvəz deyirik. Ərəbdə əvəz yazarlar. Böyle xod ərəblər də bu kəlməni qələt deyirlər. Əvəzi əvəz deyirlər. Bəzi alimlər də poz vermək üçün deyir ki, mən به شما əvəzi نگفتم. Da o əvəz mod olub da ki, əvəz deyir. به معنی əvəz. Və təqu qorxun. متقی olun. Yevmen kıyamet gününden ki la teczi mücazat olmaz nefsun bir şəxs ən nefsin به عوض نفس دیگر شیئا به اندازه نوچه سوزن ان نفسین یعنی عوض یعنی ددن بالیا خاطر بالان ددیا خاطر خانم آقای خاطر آقان بالیا خاطر خانم خاطر mücazat eləməyəcəklər. Hər kəs öz mücazatı. Hala burada mən 5 dənəsini hazırladım. Yenə də var. Bunlar sadələridir. O birisilər bir miqdar çətindir və onları mən zikr eləmədim. Xoş, indi nəhsib əlaqələrimizə üçün ta bəqiyyəsi. İnşiqaqı İnşiqaq tarih koyun. Bir tarihi sedi. 25 mütenzi. 25 Penzi Ezar. Çağırsa ıtsa. Hiçbir et sanatı sanki. Boştan dönmek göstermez. Ruberu olur. Yine. Ruberu sanatı. Sanatı koydan sanatı. Üstədən sanatı ücret çıxasan üstə. Biz pədəldən. Rubəri sanatı. Deyirlər, sizin teyidalınızda gahdan bizim teyidalımız soxanı, gahdan azanı. Təzmin eləyə bilmiyor ki, neçə nəfər gələcək. Gəli əvvəldə saat gözü o xanımın sabahına oldu. Əvvəldə saat 15 nəfər saat gedib, teyidatda 15 nəfərdir. Gedin o birisi görəsən. Saatın vəsətində görsən bəqiyyə gəldi. Ayəsədə geçən seri ehsan gətirmişdi. 50 nə? 50 gətirmişdi. O bir salonda. Qaraşdırıq. Keçinəmdir. Bunlar baxırlar teydada göyə yer verirlər. Diqqət buyursunuz. Mən də o əksə də baxır. Rəis otur əksə baxır, deyir ki, bu böyük salonu, bu boş salon, səndəllər nəyən verirsiniz? Bir cəmuzuru əyləşin, pərakəndə əyləşməyin, əks-salan da bir cür salsın ki, boş səndələr görsənməsin. Çünki sonradan təşkil edirlər dostlarımız. Ondan sonra bir gün az gəlir, bir gün çox gəlir, əlimizdən qoymamışıq ki. Bəli? Hə. Niyə tətil qıracaq? Yenə tətil qıracaq. خیلی بابا چهارشنبه bu hafta tatilidir به خاطر اینکه اربعینه بیشون قالmıştı